Herkese salam. Bugün sizlerle birlikte Molla Pənah Vaqifin pəri qoşmasını izah edəcəyik. Başlamazdan əvvəl deyək ki, 6-5-4-4-3 bölgüsündədir. Şeir şəkli dörtlükdür, şeir vahidi isə bənddir. İndi isə başlayaq. Boydan sürahidir, bədənin bildur. Burada gördük ki, boyun sürahidir sözü təşbehdir, bədənin bildur. Burada bildur sözü ellipsisdir, yəni şəkilçi ixtisarı var. Biz ümumiyyətlə bilirik ki, şeirlərdə ellipsisdən istifadə olunur, yəni şəkilçi ixtisarına yol verilməkdədir. Gədanını çəkilmiş minadan pəri, sən ha bir sonasan, cüda düşübsən. Bir bölük yaşılbaş sonadan pəri. Ümumiyyətlə biz bilirik ki, qoşmaların qafiyə quruluşu ABC şəklindədir. Birinci misrasında 1 ilə 3-cü misralar sərbəst, 2 ilə 4-cü isə qafiyələnir. Digərlərində isə məsələn C, B 3 misrası öz arasında qafiyələnir, sonuncu isə birinci ilə qafiyələnir. Digərləri D, B, C, F, bir dənə B kimi qafiyələnir. Aha, indi gələcək ikinci bəndinə. İxtilatın şirin sözün məsəli, şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğulubsan anadan pəri. Burada gördük ki, məzəli, təzəli və gözəl sözləri öz arasında qafiyələnir. Anadan sözü isə birinci bəndlə qafiyələnir. Üz yanında tökülübdür tel nazik, sinə meydan, zülf pərişan, bel nazik. Burada gördük, sinə meydan sözü mübaliğədir, zülf pərişan metafordur. Ağız nazik, dodaq nazik, dil nazik. Burada nazik sözləri epiforadır, yəni söz təkrarından istifadə olunubdur. Ağ əllərin əlvan hənadan pəri, hənadan da B ilə qafiyələnir. Ovçusu olmuşam sən tək maralın, burada sən tək maralın sözü təşbehdir. Çıxmaz xəyalımdan hər giz xəyalın, ənliyi kirşanı, neylər camalın, sən elə gözəlsən, binadan pəri. Günəş təki hər çıxanda səhradan, günəş təki sözü təşbehdir. Alırsan Vaqifin əqlini sərdan. Duaçınam səlma məni nəzərdən, əsik olmayasan sənadan pəri. Burada görürük ki, burada lüğətdən istifadə olunubdur. Bunlar da yəni ola bilər suallarda düşsün ki, cüdo sözünün mənası hansındadır? Ola bilər variantlarda digər sözlərin mənasında verilər, amma ki, sürahi sözünün mənası uzun boğaz, şüşə qab deməkdir. Cüdo sözünün mənası ayrı, uzaq deməkdir. Digərlərini bilsəniz yaxşı olar. Gəlin indi isə əsərin təhlilinə baxaq. Əsərin təhlilində şeirin məzmunun üzərində işləyən də isə yeni çalarlarını, bədii gözəlliyini, özünü büruzə verir. Şeir el-obanın təriflədiyi şairin özünü də yaxşı tanıdığı ağıllı bir qıza həsr edilibdir. Bu qəbildən şeirlərin mövzusunu müəyyənləşdirmək elə də çətin deyildir. Çünki onun məzmununda konkretlik özünü göstərir. Vaqif Azərbaycan qadınından daha uca məqamda, yüksək mərtəbədə görmək arzulayır. Ona görə də hər yetən gözələ gözəl demir, o həm mənəvi aləmi, həm də xarici görünüşü ilə gözəl olmalıdır. Sifətin göysək olması Vaqifə görə hər gözəl olmaq deyil. Belələri ellər yaraşığı, ölkə gözəli sayıla bilməz. Ağıllı, ədəbli olanlar Vaqifə görə həqiqi gözəldir. Şairin fikrincə, gözəl o kəs sayıla bilər ki, şeiri duya bilsin, başa düşsün, ondan zövq alsın. Qafiyə qəzəldən həm çıxa başı deyən şair artıq ola həm kəmalı gözəldir. Fikrini dönə-dönə təkrar etməklə kamil gözəlliyə üstünlük verir. Yəni desək ki, bu insanın xarici gözəlliyini ön plana çəkir, xeyr. Onun həm mənəvi gözəlliyi olmalıdır, həm də ki, xarici gözəlliyi olmalıdır. Aha, qafiyə qəzəldən həm çıxa başı və s. Vaqifin qoşmaları içərisində pərinin xüsusi yeri var.
Şeirdə canlı danışıq dilinin təsiri aydınca duyulur. Sözlərin uğurla seçilməsi, misralarda ustadlıqla yerləşdirilməsi güclü ahəngin yaranmasına az təsir etmir. Yəni ki, bunu biz gördük ki, bu gözəlləmədir. Daha sonra mükəmməl təşbih, epitet, təkrar, alteriya, assonans, frazeologizm, zəngin qafiyələr və s. şeirə xüsusi gözəllik və obrazlılıq gətirmişdir. Pəri qoşması həm ideya məzmununa, həm də bədii xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Bundan başqa olarsa, gəlin ümumi qeydlərdə göz gəzdirək. Əsər lirik növdə heca vəznində qoşma janrında bəndlər şəklində tərənnüm əsasında yazılıb. Biz bayaqlarında dedik ki, bu yəni heca vəznində olması, yəni 11 heca olur da. 6-5 və 4-4-3 şəkil bölgüsündə bölünübdür. Həmçinin 4-lükdür, lakin dörtlükdür və 5 misradan o içərisində 5 bənddən ibarətdir. Müəllifin təxəllüsü işlənib, ancaq özünə də müraciət verilməyib. Sonuncu bəndində gördük ki, alırsan Vaqifin əqlini sərdən sözü burada vardır. Həmin o söz yəni adından istifadə edilibdir, yəni təxəllüsü işlənib, ancaq özünə müraciət etmir. Şeirdə canlı danışıq dilinin təsiri duyulur. Pərinin xarici gözəlliyi ellər ölkə yaraşığı olmasının əsas səbəbi deyil. O həmçinin daxili gözəlliyi ilə seçilir. Yəni bu demək istəyir ki, o deyir hər kəs gözəl sayıla bilər. O kəs deyir gözəl sayıla bilər ki, şeiri duya bilsin və başa düşsün. Ondan zövq alsın. Burada demişdi. Bundan başqa bu qoşmanın gözəl, artıq olay həm kəmalı fikri vurğulanmır. Şeirdə səsləndirilmir. Pəri şeirdə qafiyə qəzəldən başa çıxan gözəl kimi təsvir olunmur. Bu fikirlər Vaqifin ümumi yaradıcılığına aiddir. Bu qoşmanın məzmununa bu fikirlərə yer verilmir. Şairin həmçinin hər yetənə gözənə demir, fikri də vurğulanmır. Janr baxımından dövr üçün aparıcı janrda yazılmış əsərdə real gözəlin tərənnümü verilibdir. Bunu da qeyd edək ki, yəni real gözəlin tərənnümü verilmişdir. Milli vəznində yazılan bu əsərdə canlı danışıq dili duyulur. Əsər Vaqif yaradıcılığı üçün xas olan mövzuda yazılmışdır. Qoşmanın məzmununca, formaca yox, növü olan gözəlləmə nümunəsidir. Biz bayaq da dedik ki, bu gözəlləmədir. Sonuncu bənddə pərinin onun ağlını sərdan, yəni sər sözünün mənası da başdan deməkdir. Başdan aldığını vurğulayır. Əsərin bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə edilmişdir. Pəri El-obanın təriflədiyi şairin özünün də yaxşı tanıdığı ağıllı bir qızdır. Bu qız sarayda yaşayan qız obrazı deyil. Müəllif sözdə Pərinin bədii portretini çəkib. Pərinin anadan olandan bəri gözəl olduğu fikri vurğulanır. Yəni o anadan olandan gözəldir fikrində vardır. Pəri şeirdə günəşə bənzədilərək təşbih yaradılıbdır. Biz bayaqlarında dedik ki, burada təşbihdən, yəni günəşdəki hər çıxanda səhərdən alırsan Vaqifin əqlini sərdən. Günəşdəki sözü burada təşbihdir. Müəllif özünü pəri üçün duaçı adlandırır. Pərinin tanınıb sevilməsinin səbəb özündəki müsbət keyfiyyətlərindəndir. Pəri ellər gözəli, ölkə yaraşığı kimi qiymətləndirilir. Pəri İxtilatı şeirin sözü məzəli, zülfü pərişan, beli nazik kimi təsvir olunub. Buna diqqət edək, yəni beli nazikdir, zülfü pərişandır, ixtilatı şirin sözü məzəli kimi sözlərdə pəriyə aiddir. Ellər yaraşığı olan konkret gözəldən bəhs olunur. Qoşmanın yalnız xarici portreti canlandırılıbdır. Yalnız xarici portreti. Pərinin təsvirlərdə reallıq nəzərə çarpır. Xarici gözəlliyin inandırıcı təsvirlərini öz əksini tapır. Əsərdə ictimai motiv yoxdur. Biz də dedik ki, burada ictimai motivdən istifadə olunmayıbdır. Əsərdəki gözəl obrazı müəllif təxəllüsündən məhsulu deyil, real obrazdır. Şeirdəki ifadənin tapan əsas məsələ xarici gözəlliyinin təsviridir. Yəni biz burada da bilinir ki, yəni oxuduqca da anlayırıq ki, bu gözəlləmədən istifadə olunur. Qoşmada lirik qəhrəman sevgi duyğularına yer verilibdir. Daha sonra isə hayf ki yoxdur qoşmasını təhlil edəcəyik.